Rəhilə xanım, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Rəhilə Bəndəliyeva, Möhbalı qızı, Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Qafan rayonunun Çuruq kəndində. Atam kənd soveti sədri işləyib. Biz hardasa 70-ci ilə qədər biz Çuruq kəndində yaşamışıq. 70-ci ildən sonra mənim anamın ayaqlarında biraz xəstəlik oldu. Həkim demişdi, dəniz qırağına, dəniz kənarında yaşayasın, o gərək. Atam bizi götürdü, Türkan Üzümçülük Savxozunda, dəniz kənarında, orada biz məskən saldıq. İndiyə qədər biz orada yaşamışıq. O illəri necə xatırlayırsınız? Qərbi Azərbaycan sizin uşaqlıq xatirələrinizin bir parçasıdır. Mənim elə bu sənətə gəlməyimdə də Qərbi Azərbaycandan başlayıb demək olar. Mən hardasa 2-ci sinifdə oxuyurdum. Çox musiqini o qədər sevirdim ki, müəllimimiz vardı, Osman Poladov. Osman müəllim gəldi, atama dedi, qızın gözəl səsi var. Orada dərnəklər olurdu, Arşın Malanından, Üzeyir Hacıbəyovun Arşın Malan olmasın, bu olsun. Mahnılar onun içindən verirdilər mənə, o dərnəklərdə oxuyurdum. Uşaqlıq illərim demək olar gözəl olur. Nənəm var idi, nənəm elə bir ki, hardasa 8 yaşına qədər nənəmin kürəyində böyümüşəm. O heç mənim yadımdan çıxmaz, hərdən deyirəm ki, kaş nənəm sağ olardı, mənim əlim çörəyə çatan vaxtı. Mən nənəmin o əziyyətlərini heç olmasa bir qismini ona verərdim. O da qaldı orada, o dağlarda. Kəndimiz doğrudan çox maraqlı, mehriban kəndidir bizim kəndimiz. İnsanlar mehriban idi. Məsələn, elə adicə oturub çörək bişirirdin təndirin başında, bütün qonşular yığışırdıq. Yaylağa gedirdik, mən bayaq dedim nənəmlə, orada biz orada çadır qururduq. Yaylağa gedirdik. Qocaları çox sevirdim. Harada qoca nənələr var, onun yanında olurdum. Elə bir ki, nənəm 68-ci ildə rəhmətə getdi. 69-70-in yayında biz Bakıya gəlmişik. O illəri mən nənəmin o yurdunda çadır qurdum, balaca bacımı apardım. 5 yaşı vardı bacımın da. Qaldım orada nənəmin yurdunda, nənələrlə. Orada nehrədə çaxlayırdım, inəkdə sağırdım. Elə bir ki, nənələrlə böyümüşdüm, təzdən qocalmışdım. Bax, elə bir nənələrə qarışmışdım. Ancaq baxmayın, o doğrudan gözəl illəri idi. Sonra biz Bakıya köçdük. İnanın ki, mən o illəri xatırlam, mən xəstə düşdüm. Bir tərəf üstə qurudub, bir tərəf üstə. Atama həkimlər dedi ki, bu qız nevroz olub, bunu haradan gətirmişsən, apar ora. Yayı 6-cı sinif oxudum, yayı qayıtdıq kəndə. Kənddə inansın, gecə yatır, gecə saat 3-də elə bir mənə qaldırırdılar ağrı ilə. Yazıq atam elə 3-də durub ki, görün bu qız duracaq, görüb ki, mən elə yatmışam, mışıl-mışıl. Dedi, neyniyim, onda mən qayıdım təzdən bu kəndə. Sonra qardaşım qoymadı, mən də razılaşmadım. Dedim, gedərəm, atam, baxaram orada, əgər pis olsa, mən özüm gəlib burada bir bölümgəldə qalaram. Yəni belə, yaxşı günlərimiz olub, nə deyim, mənim atam sovet sədri işləyib, pis gün görməmişik, yaxşı günlər görmüşük. Sonra mən el oldu ki, qonşu kəndimizin oğlu ilə ailə qurdum. İllər keçdi, 82-ci ildə mən oraya köçdüm. Ondan qabaq mən orada kəndimizdə axırıncı olmuşam. 76-cı ilin hardasa sentyabr ayı idi, ya iyul ayı idi, belə asepsionaliyə qəbul olub. Orada bizim Cidalı pirimiz var idi, o çox inanılmış pir idi. Ona mən nəzir demişdim ki, mən asepsionaliyə girim, heç kim istəmirdi axı mən o vaxt oxuyum, heç qadınlar az qoydular. Mən gedəcəm, ora ayaq yalın qalxacam dağın başına. Getdim, rəhmətlik Dilbər bibimin məni götürdü, bir dənə də quzu aldıq, götürdük, getdik. Elə onlardan götürdük. Getdik, o Cidalı pirindən çatanda ayaqla yalın çıxdım ora. Pirdə qurbanımızı kəsdik, qayıtdım, gəldim. Gələndən sonra daim mən o kəndə getmədim. Belə getmədim, ailə qurdum. Ailə quranda elə bir ki, yalın o tayı, mənim yoldaşım gəldi, bu tayı bizik. Qaldım, hər yayı gedirdim ora, bir 2-3 il getdik.
Sonra da məlum məsələlərdən dağıldı oralar 88-ci ildə. Qaynanam, qaynatam da hamısı gəldilər Bakıya. Həsrət qaldı o yerlərə. Rəhlə xanım, o torpaqlara ayaq bassanız, ilk edəcəyiniz şey nə olar? Torpaq öpərəm, deyirəm ki, vətən ana südü, ana laylası, vətən gəncliyimin sevgi dünyası, vətən həyat eşqi, həyat mənası, iftixarım bu dünyada vətəndir balam. Vurulmuşam baharına, qışına, ocaq salıb dolanaram başına. Qurban olum torpağına, daşına, şadlıq quran hər obada vətəndir. İftixarım bu dünyada əzizlərim, Zəngəzurumdur, qafanımdır, yenə də kurudumdur. Ay aman aman, ay cayan, ay. Belə oxuyaram vətənim üçün.